present continuous tense. Demek indiki devam edici zaman. Bu ne demektir? Bu kafadan bir arada örtülmesin. Aha. Kulak as. Bak adı üstünde devam edici. Hal hazırda gördüğüm işler hakkında danışanda indiki devam edici zamanda kururam cümləni. Məsələn, deyirəm ki, hal-hazırda mən nə edirəm? Mən danışıram, hal-hazırda danışıram. Yazıram, hal-hazırda yazıram, hal-hazırda yazmağa davam edirəm, elə deyil. Hal-hazırda danışmağa davam edirəm, elə deyil. Bax, bu olsa nə olur? Aha, kulağım buradadır. Gözün könlün burada olsun. Ne oldu? Ha, ehtiyat ol. İndi kulaq as. Aha, indiki devam edici zaman. Hansı zaman oldu bildiniz mahiyyətini? Hal-hazırda devam eden işləri bildirir. Oldu mu? İndi cümlə quruluşu necədir? Bax, təsdiq cümlə quruluşu. İndiki devam edici zamanın yaranmasında iştirak edən şeylər nələrdir? Bir, am, is, are. Oldu? Am, is, are. Bir də ing. Bunları yadınıza saxlayın. İng şəkilçisi. Necə olacaq? Necə olacaq? İndi deyirəm, cümlə quruluşu, təsdiq cümlə quruluşu. Bunu yazıram. Birinci şəxs gələcək. Şəxs gəlir. Sonra üstə gələk. Əmizar. Təbii ki, şəxsə görə uyğun olanı seçir. Belə deyil. Üstə gələk. Feil ingiliscə nə edirsiniz? Verb. Feil gəlir, sən gəlir, sifət gəlir, isim gəlir. Lap Azərbaycanca yazıram. Feil üstə gələk ing. Yəni ingli feil qısacası. Nümunə yazıram, indi biləcəksiniz. Şəxslər... Hə? Ancaq feil olur. Bəli. Mən reading. Hə? Reading. Reading, writing, speaking, myself. Bir dəqiqə. İndi şəxslərimiz məlumdur. I, you, we, they, hə? I, you, we, burası mı yazaq? Bunu yazam, she, olsun. Neyse. Aha, ayına bak, şəxsi koydum, elə mi? İndi nə koyacağım? Əmizar koyacağım. Ayla nə işlənir? Ay, sağ ol. I am. Mən hal-hazırda nə edirəm? Yazıram deyək. Yazmaq nə idi? Right. Necə yazılırdı? Writing. Koy, speak yazdım, speak. Bu da şey olar, speak. Danışmaq, elə mi? Mən hal-hazırda danışım da. Aha, speak. Bu feilimizdir. Nə dedik? İngli feil. Yəni, feil üstə gəl ing şəkilsi. İng şəkilsi feil də, oldu mu? Verb ing. Yəni feilin arasında ing artırır. Aha, bəli. Verb ing. Oldu mu? İndi, bax, I am speaking. Mən danışıram. Yəni, hal-hazırda danışıram. Oldu. Və yaxud da, sən oxuyursan, kitab oxuyursan, tutalım. You are. Aha. Oxumaq neydi? Reading. Aysa ing olacaq. You are. Yine Osman'dan soruşurum. Bir daha cümle diyeceğim, Osman tercih edecek. You are reading. Hal-hazırda okuyursunuz. Biz neyini? Biz kaçırıq. Necə deyərsən? Biz kaçırıq. Mən bir, Aha. We are. Kaçmaq neydi? Running. Run. Kaçmaktır. Ing artırıram. Running. Tek icalı sözlerde Samet qoşalaşır. Bunu da demiş olur. Oldu mu? Running. Bir de. Hadi yaxşı nene. Aydan baxın mən. Mən ağlam başlayaq. Sizin I am. Ne konuşdun sen? Ay Osman. I şəxsi ilə hansı əmizardan hansı işlənirdi? Əm işlənirdi. Artıq mən qarışdırdım. Yo, qarışdırmam. Bu başqa mövzudur. I am speaking, you are speaking, we are speaking. Oldu mu? We are running, hər neysə. İndi Kenan, o neyləsin? O içir. Necə deyərsən? She is. Aha. Aferin sən. İçmək neydi? Nəsə içmək? Su içmək, çay içmək. İçmək neydi? Water. Drink. Evdə suyu deyil. Drink. Aha. She is. Aferin sənə. Bəli, she ilə biz işlədirəm. Və ingli feil. Məmməd yerlərə. Aydındır. Məmməd yerlərə. Dürdane, yaxşı səndən də soruşum. O neyləsin? Yox. Mahnı oxuyur. O mahnı oxuyur. Necə deyərsən? He is. He is.
Oxuyur değil mi? Nandafon neydi? Sing. Sing. Song. Singing. Allah, aferin. Singing. Aa, Aferin. çok asandı. Hə? Elə mi? Çətin heç nə yoxdur. Çətin heç nə yoxdur. Asanlaşmaq lazım sadəcə. Aha, bir də şey deyirəm. Bax, indiki davam edici zamanla işlənən zaman sözləri var. Zaman zərfləri deyil, zaman sözləri var. Nədir? Now. Now yazdım, now oxunur. After. Today, yox. After başqa şeydir. Today, bugün. Bir də at the moment. At the moment. Yəni hal-hazırda deməkdir. Oldu mu? Məsələn, deyirəm ki, I am speaking now. Mən hal-hazırda danışıram. Oldu? She is drinking at the moment. Hal-hazırda su içir. Aydındır. Çətindir. Deyil məncə. Hə? Mən moment başqadır, water başqadır. Water başqa şeydir. Mən water sudur. Water sudur da. Sən nə deyirdin? Mən sizə su içirəm. Drinking su içməkdir da. Mən içirəm. Mən hal-hazırda içirəm. Belə deyim, yaxşı. Su içmeli. Su içirəm, çay içirəm, hər nəysə. Bir şey Evet, ben yani su içirəm. Oldu mu? Siz orada suyu yazmadınız. Səbinə, bir dənə Səbinədən soruşuram. Bak, iki sorusu Onlar hal-hazırda oynayırlar. Necə deyərsən? Sən heç kimi daxil eləməsin, Səbinə. Onlar oynayırlar. Onlar nə idi? Sakin. Onlar müəllim. Hə. Osman neydi onlar? Yox. Onlar Z. Z. Sadece bir dəqiqə imkan verin. Z. Evet, Z. Nə qoyacağım? Z, Necə qəzət? Cümlə quruluşuna bax, şəxs gəlir, əmizardan biri gəlir, sonra da inqli feil gələcək. Şəxsi qoyduq Z. Z are, aferin sənə. Bəli, Z ilə are işlənir, əla. Z are, sonra nə demişdim? Oynayır. Oynamaq nə idi? Sakin. oynamak. Bilirsən. Play. 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 Aha, indi nə olacaq? They are playing. Əla. Aferin sənə. Ben kendi sağlam. Aydın olur Səbinə. Bir dənə də deyirəm. Kendi sağlam. Hə, eşidirəm. Siz ne var? Arıştınız bunları en işlediniz. Qardaş. Osman. Günün aydın olsun. Sabah xeyir olsun. Oğlum. En işlenmez da. Ay. Ayına işlənir. He, she, itinə biz işlənir. You, we, they, bir də beşinci sağ. Bunlarla da ay işlənir da. Elə deyil. Bence burada en is a. Burada bir tane en işlendi. Yani bir tane Osman, işlendi. Mesela I am a teacher. Aynen işlənir. Evet ki bunlar şəkilçidir da. Bunlar şəkilçidir. Aydındır. Yaddan çıxmaya gətirmə. Mən müəlliməm. Mən ilə ən işlənir. Elə deyil. Mən müəllimsən deyə bilərəm. Mən müəllimsən. You, I are deyə bilməzsən. I, his deyə bilməzsən. Mən müəllimdir deyə bilərəm Azərbaycanca. Olmur da, şəkilçisi uyğun şəkilçi seçməliyəm, elə deyil. Bunun da şəkilçisi, belə deyək də, ingilislərdə. Ayın şəkilçisi əldir da. Aydın oldu? Aydın oldu? Ben de sağlam var. Eşidirəm. Ben de fark edeceğim. Bunlar ne damla geldi? Ben söyleyeyim.